Alo. Alo, salam şeyx, necəsiz? Salamullah aleykum. Allah hifz eləsin. Buyurun cənab Məşədi. Hə, şeyx bu yaxında sizin ağzından götürüb qoyublar, internetə qoydular bu məsələni. Nə məsələ? Bu Südəmərlə bağlı olan məsələni. Nə qoyublar? Hə, götürüb qoyublar ki, o sizə göz səs yazırlar, sizin səsinizi yazıblar internet şeydə. Yazıblar ki, güya sizdə o birisi fətvalar kimi Xomeyni ağanın fətvası ki var, bu Südəmər uşaqla əlaqədə olmayıb başqa məsələlərlə elə bir yaxınlıq eləmək. Adı nədir onun şeyin özünün? Deməli, YouTube-a qoyublar Şeyx Cavidə zəng. O zəng. Hə, Şeyx Cavidə zəng. Siz sonra bəzi ağalardan ki zəng eləmişdilər ki, Südəmər uşaqla oynaşma məsələsi. Hə, onu da sizin adınızdan yazırlar ki, bəs belə bir məsələni siz də ona təsdiqləmişsiniz. Şeyx, biz də qardaşlar kimi biz ona münasibətimizi bildirdik ki, Şeyx belə deyə bilməz. Desə də siz onu montaj eləmişsiniz. Biz indi cavabınızı deyirik ki, belə sizin adınızdan icazə verirsinizsə belə cavab verək. Bəli, dünənki yalan deyirlər. Yəni zəng eləməyiblər sizə o barədə? Mənə zəng olunub, amma o barədə zəng olunmayıb. Hə, bu olar ya olmaz. Olar ya olmazı, yəni o fətva, Xomeyni ağanın bu barədə fətvasının olub-olmaması, yəni barəsində soruşmayıblar sizdən. Mənə zəng olunub, gecə vaxtı zəng vurdular. Amma bu şey olar-olmaz, mən elə fətva verməmişəm. Mən sadəcə olaraq təsdiqləmişim ki, Hüseyin Xomeyninin təhlil vəsiləsində vardı. Və bizim özümüzün də həmən bu mövzuya aid geniş araşdırmamız olacaq. İnşallah. Ki, inşallah şey olacaq. Özü dəvətlidirlər, gəlsinlər, qulaq assınlar. Yəni ki, özləri də ki, sonra gedib səhv nəticə çıxardıb yaymasınlar da başqa formada inşallah. Bəli. Xeyr olur inşallah. Sağ ol. Allah razı olsun. Allah sizi hifz eləsin inşallah. Sağ olun. Sağ ol. Ya Allah. Sağ ol.